Salam əziz dəyərli izləyicilər. Bugün sizə oxatan bürcünü təqdim edirəm əzizlərim. Əzizlərim, öncədən sizdən üzr istəyirəm. Biraz təngə nəfəslik, halsızlıq olsa əgər, yəni danışığımda, nitqimdə, yəni üzrü hesablayın əzizlərim. Çünki biraz müalicə alıram, boğaz problemlərim var. Ona görə üzr istəyirəm əzizlərim öncədən. Bax əzizim, bax, əziz bax oxatan. Bu həftə deyərdim ki, daxili enerjiniz coşacaq. Yeniliklərə çox açıq olacaqsınız. Amma gizli təhlükələr, ehtiyatsız addımlar ciddi nəticələr doğura bilər. Ona görə biraz diqqət edin. Bax, sənin optimizmin bu həftə sınağa çəkilə biləcək. Çünki həqiqət hər kəsin gözlə gördüyü kimi deyil. Bax, bu həftə ailə içində keçmişdən qalma bir məsələ yenidən gündəminizə gələ biləcək. Bəlkə də əvvəllər danışılıb, amma tam bağlanılmamış bir mövzu bu dəfə səni qərar verməyə məcbur edə biləcək. Bax, bu əmlak işi ola bilər, köç, ailə üzvləri arasında bir anlaşmamazlıq və ya bir sirrin açılması ilə də bağlı ola bilər. Bax, qadın qohumlarından və ya anan da ola bilər, biri duyğusal dəstəyə ehtiyacı duyacaq. Lakin sən bu məsələdə çox açıq və sərt olmamalısan. Qarşındakının duyğularını da biraz nəzərə al əzizim. Bax, övladınız varsa siz oxatanların, ya övladsızsınızsa qərar almaq istəyirsiniz övlad olmaq üçün və ya tərbiyə ilə bağlı gərginliklər biraz yaşana bilər. Ya övladınızla əlaqəli problemlər yaşana bilər. Amma nəticədə balanslı yanaşma, ailə daxilində harmoniya bərpa olunacaq həyatınızda. Bax, sən öz yoluna baxdıqca digərləri sənin arxanca danışır. Yəni, sən öz yolundan gedirsən, amma heç kimlə də işin yoxdur. Amma baxırsan, yəni maraqlananlar çoxdur. Sənin sərbəst və dürüst təbiətin bu həftə bəzilərini biraz narahat edici gələ biləcək. Qohumlarından biri, xüsusilə kişilərdən biri bir paxıllıq, tənqid və ya gizli, necə deyim, bir şər kimi deyim, bir naxaq söz kimi göstərə bilər. Paxıllıq edərək sizə qarşı. Şantaj kimi deyərdim. Əvvəl sənə mehriban görünə bilər bu insan, amma əsl niyyətini ortaya çıxara biləcək. Onu da biləcəksiniz necə insandır. Qonşular arasında kiçik intriqalar, söz söhbətlər, qeybət, dedikodu mümkündür. Bu söhbətlərdə sizin adının hallanması ehtimalı da var, amma narahat olma. Sən haqlı olduğun halda hərəkətlərindən qarşı tərəfə sübut eləyəcəksin. İşlə, karyeranla sürətli bir çıxış edəcəksiniz. Düşünülməmiş qərarları geri gedişə, yəni çevrilməyini istəyəcəksiniz. Bax, iş həyatında böyük bir dönüş nöqtəsinə yaxınlaşırsınız. Bu həftə sənə yeni bir təklif, gözlənilməz bir məsuliyyət və ya rəhbərliklə açıq danışıq gündəmə gələ biləcək. Bax, sənin liderlik qabiliyyətin, enerjin çox yüksəkdir. Lakin bu enerjini düzgün kanala yönəltməsən əgər, yəni tükənə bilərsən, yorula bilərsən. Səni sevməyən bir həmkar var. Sənin ayağını sürüşdürmək istəyəcək, yəni diqqət et. Amma sən onun bu planını, öz elə bir performansını dürüstlüyünlə, yəni onun bütün niyyətini dürüstlüyünlə pozacaqsan. Rəhbərlik sənin nələrə qadir olduğunu artıq görür. Sənə qarşı biraz da rəhbərliyin inamı artacaq əzizim. Əgər bax, partnyorun varsa, münasibətdəsənsə bu həftə, sevginlə bağlı ciddi bir suallar ortaya çıxa bilər. Yəni ki, bax, partnyorun səni həqiqətən başa düşüb düşmədiyini sorğulayacaqsan. O isə bəlkə də sənin daxili dünyaya girməyə çalışsa da, yəni sənin daxili dünyana girməyə çalışsa da o, sənin sərhədlərini keçə bilmir. Burada səbirli olmaq, hissləri açıq ifadə etmək, sizin münasibətləri gücləndirə bilər. Amma əgər sən artıq bu münasibətdə daralırsansa, özünü itirmə. Doğru qərar üçün zamana ehtiyacın var sənin.
Bax, tek olan ox atanlar. Bax, tek olan ox atanlar siz üçün xaricdən gələn biriləri, uzaq yerdən yaşayan biriləri, yəni sizin qarşınıza, bəlkə də onlaynla tanışlıq bir gündəminizə gələ bilər. Əvvəlcə cazibədar görünsə də belə, bu şəxslə daha da, yəni nə qədər cazibədar görünsə də, bu şəxslə daha da dərinləşmək üçün, yəni tələsmək istəyəcəksiniz. Mən deyərdim, tələsməyin. Yəni onun yəni görünüşü, hərəkəti sizi aldatmasın. İntriqalar, gizli düşmənlər, üzünə gülüb arxandan danışanlar arta biləcək. Əziz ox atan, sənin aydın danışığın, açıqlığın bəzilərinə sərt gələ bilər. Bu səbəbdən səni susturmaq, aşağı çəkmək, lağa qoymaq istəyən bir qrup insan olacaq. Bu iş mühitindən ya da ailəndən də ola bilər, əzizim, bax, diqqət et. Sən bu həftə bir sirrin üstünü aça biləcəksən. Biriləri sənə yalan deyir və ya əsl hisslərini gizlədir. Amma sənin 6-cı hissin o qədər güclü olacaq ki, daxilində bir narahatlıq hiss edəndə o hissiyatına qulaq asmağa başlayırsan, əzizim. Deyərdim ki, əzizim, pul məsələlərində bu həftə ani gəlir, qəfil xərclər iç-içə olacaq. Sənin bir qədər impulsiv davranışın, onun səbəbi ilə pulun bir hissəsi lazımsız yerlərə xərclənə bilər. Əgər sən bizneslə məşğulsansa, biraz sərbəst fəaliyyət göstərsənsə, bir kişi fiqurun vasitəsilə qazanc artımı mümkündür. Amma hər müqaviləni və ya razılaşmanı oxumadan imzalama, əzizim. Sənin ruhun biraz döyüşçüdür, amma bəzən yəni sakitliyə, sükuta ehtiyacın olur. Bax, bu həftə sənin içində sakit bir təlatun var. Kənardan güclü görünürsən, amma içində özünü anlamayanlara qarşı qırğınlıq daşıyırsan biraz. İstirahət, təbiətdə gəzmək, yəni sevdiyin bir fəaliyyət sənə dərman ola biləcək. Bəlkə də bəziləriniz deyərdim ki, dərdiniz, probleminiz varsa, ürəyinizi boşaltmaq üçün bir ağ vərəqəyə yazın. Ondan sonra onu yandırın, atın. Səyahəti planlaşdırırsınız. Bədənlə ruhunu birləşdirən fəaliyyətləri, yoga, idman, rəqs, bu sizə çox güc verə biləcək. Həyatınızda bu həftə gözəl analizlər edəcəksiniz, görmədiyinizi görəcəksiniz. Bəzi fürsətlər də qaçırmışsınız, birinə qarşı bir şey hiss edəcəksiniz, uyğun zaman düşünərək ciddi bir sevgi addım atırsınız. Bax, atmısan ciddi sevgi addım deyərdim biriniz. Lakin nə etsən də o qarşı tərəfin səhvləri olur, amma onu bağışlayırsınız. Lakin hərdən özünüzü tək hiss edirsiniz. Üçüncü şəxs ortada, onun sayəsində görüşüb sevginizi canlandıra biləcəksiniz. Birilərini dərindən dinləyəcəksiniz. Burada nişanlı, hər şeyə hazırdır, lakin bir evlilik qalıb, evliliyi də başqa tarixə ata bilərsiniz. Amma sonra bu evlilik tezliklə gerçəkləşə biləcək. Məhkəmənlə gözdən qaçırdığınız var, biraz boş verməyin bu məhkəməni. E hərfi sizə bir dəstək ola biləcək. Fərq etmədiyin detayı fərq edəcəksən. Birilərinə də dəstək ola bilərsiniz. Sonraya qalan məhkəməniz sonlanacaq yaxşıya doğru inşallah. Övlad istəyən ailəsindən bölüşüb, övlad istədiyinə görə müalicəyə gedə biləcək. Danışılmayan kəlmələr danışıla bilər, amma fikirləşirsiniz ki, çox şeyə boş zaman keçirtdim. Bir əşya toplayırsınız, xəyalınız var. Bir evi almaq istəyəcəksiniz. Bir sümük ağrıları sizi biraz artıra bilər bu həftə. Atanla və valideyninlə bir məsələn, bəlkə də atanla ananın yola getməməyidir və ailə içində biraz can sıxıcılıq eşidə bilərsiniz, sıxıntı ola bilər. Artıq səhv etməyəcəm düşünürsünüz. Övladınızın oxuduğu yerlə mi qərar verəcəksiniz? Ticarətlə şansınız yüksələcək, qazanclarınız arta biləcək, müştəriləriniz arta biləcək. Ayrıldığınız həyat yoldaşından bir problem, bəlkə də onun sağlığıyla bir problemlər müalicəyə mi gedəcək, ya arada olan bir problemi yavaş-yavaş əzizim çözəcəksiniz.
İşlədiyin bir məsələləri geridə qoyursunuz. Xoşbəxtlik sizlə olacaq əzizim. Rəsmi yerdən bir xəbər, uzaq şəhərdən bir xəbər, üzün güləcək. Başqa ölkədə öz bacarığınla tanına biləcəksin. Çox şeyləri geridə qoyursunuz. Ev məsələlərin bağlanır. Gecikmiş bir görüş ya işlə də ola bilər. Görüşüb sonra iş təklifi gələcək sizə. Maddiyyatla, bax maddiyyatla əlaqəli şans oyunu oynayanlar, oynayırsunuzsa biraz səbirli olun. Düz əlinizə gəlsə də, amma tələsməyin. Tələsi gedib itkiyə doğru apara bilərsiniz. Sevgi həyatında da deyərdim, gizli heç bir şey qalmayacaq əzizim. Sənin elə bir sözün güclüdür, amma onu doğru zamanda, doğru yerdə söylə. Gözəl fürsətlərin var, amma hər parıldayan şey qızıl deyil əzizim. Daxilindəki həqiqəti boğma, o səni qoruyur. Biri səndən nə isə gizlədirsə, tezliklə üzə çıxacaq, onu bil. Güvəndiyin insanın niyyətlərini yoxla. Dost görünüb, rəqib olan var, yəni ətrafında. Keçmişini unutma, qorxma, çünki sənin yolun işıqla döşənib. Bax, siz oxatanlarım. Bax, əziz oxatan, bu həftə həyat səni bir neçə istiqamətlərdən sınağa çəkə biləcək. Amma sən bu enerjini əzmlə, dürüstlüklə, daxili azadlığınla idarə edərək qələbə qazanacaqsan. Bax, döyüşçü kimisiniz siz bəzi oxatanlar. Həyatınızda durğunluq yox, yüksəliş, səyahət, inkişaf, həqiqət var. Bax, bəziləriniz də çox axtarışdasınız. Bu həftə də sizi daxili bir kəşf gözləyir əzizim. Bax, əzizim, biraz bu həftə diqqətli olun, səbirli olun. Bacardığınız insana dəstək olun, ailənə mehriban olun, ailəni eşidin. Yəni, üzr istəyirəm. Yəni, kainat siz üçün bütün yollar açmış əzizim. Diqqətinizə görə var olun, sağ olun. Dəstəyinizə görə minnətdaram əzizlərim. Sizin gözünüzü yolda qoymamaq şərti ilə ona görə bürcləri bir-bir çəkərək sizə bildirdim əzizim. Çünki mən izləyicilərimi, sizləri çox istəyirəm. Gözünüzü yolda da qoymaq istəmirəm. Var olun, sağ olun əzizlərim.